Möhsüm ağa həmin vaxtı dünyaya gəlib ki, Sovet hökuməti bütün müqəddəs insanları, dindarları, ruhaniləri, seyidləri hamısını ya sürgün eləyirdi, ya Narcına dağısında boynuna daş bağlayıb boğurdu. Allah Möhsüm ağanın vücudunu xəstə şəkildə gətirdi ki, daha bundan heç iş olmasın. Çünki hər dövrdə Allahla bəndələrinin arasında bir dənə təbərrük olmalıdır. Təbərrük ola. Əgər sağlam bir insana versəydi o seyidliyin kəramətin göndərsəydi, 100% onu da öldürəcəkdilər ya sürgün eləyəcəkdilər. Bunu elə bir formada yarattı ki, bunu heç kim sürgün eləmək fikrinə düşməsin. Bunu öldürmək də istəməsinlər. Desinlər şikəst də bu neyniyə bilər. Amma Allah həmin dövrdə insanların niyyətinin kəramət qapısını elədi. Var da hamında sir var. Bəzi adamlar deyir, Mir Möhsüm ağa kəramət sahibi olsaydı özü özünə kömək eləyərdi. Əzizlər, iki fəlsəfəni başa düşmək lazımdır. Şam öz dibinə heç vaxt işıq verməyəcək və ona ehtiyac yoxdur. Çünki Şam özgələrini işıqlandırmayacaq. İkincisi də, mömin itirə-itirə qazanır. Yaxşı adam itirə-itirə qazanır. Beş buna verdi, onuna verdi, buna salam verdi, buna əl tutdu, buna kömək elədi, onun qazancı da elə oldu. O insanların qəlbindən çıxan xoş dua, sabahlı evlatların xoşbəxt eləyəcək. Buradan itirdi, itirməyi ilə qazandı. Mir Möhsüm ağanın sağlam olmağa ehtiyacı yox idi. Çünki Allah onu o cür görmək istəyirdi. Sovet hökumətindən qorumaqdır. Deyirlər, Əbəlfəz kömək eləsəydi Kərbəlada özünü eləyərdi. Əbəlfəzə nə lazım idi? Allah Taala göyün pərdələrin çəkib bütün mələklər baxır. Baxın Kərbəlaya, Şili meydanına baxın, qeyrətə baxın, insanlığa baxın, şücaətə baxın. Həmin yerdə Allah yolunda qoldan keçmək, qollarından keçmək, gözünün oxlanması bütün mələklərə Həzrəti Əbəlfəzdə olan qeyrəti üstündür.